Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri Mədinəyə hicrət edir. Mədinədə su qıtlığı olur. Və bir dənə də Rumə quyusu olur orada, su quyusu. Bu quyuda kitab əhlindən birinin olur, öz şəxsi quyusu. Suyu pulla satır. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyir ki, kim o su quyusunu alsa cənnətlikdir. Osman alır onu. Osman alandan sonra Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, sən qiyamətə qədər, yəni ölənə qədər nə səhvə yol versən, Allah səni bağışlayacaq. Sən cənnətliksən. Vardır. Osman radiyallahu anh o quyunu necə alır? Əsas maraqlısı burasıdır. Gəlir həmin o kitab əhlindən olan adamın yanına, deyir ki, quyunu sat mənə də, nə qədər istəsən artıqlaması ilə pul verəcəm. Adam deyir, yox satmıram, mən buradan pul qazanıram. Deyir, hə, yaxşı, onda yarısını sat. Deyir, o necə olur? Deyir ki, bəs qiyməti tutaq ki, 10 mindir, 5 min verirəm. Bir gün sən sat sudan pul qazan, o bir gün mən, bir gündən bir. Bir gün sən, bir gün mən pul qazanaq. Bu da şirniklənir, razılaşır. Bu pulu götürür və yarısını satır. Osman radiyallahu anh hər dəfə günü olanda, satmaq günü, sahabələri deyir, gəlin pulsuz aparın. Hamı nə qədər ehtiyatla su götürür, o biri gün artıq heç kəs ondan su almır, o birindən, kitab əhlindən. Onda həmin o adam çağırır Osman'a, deyir ki, bu biri yarısını da satıram. Hətta su quyusunun yanında böyük xurma bağı var, ərazi. O da daha lazım deyil mənə, çünki nə ilə sulayacam onu? Onu da satıram. Dəyər dəyməzindən satır, çıxır. Osman radiyallahu anh həmin ərazini də su quyusu ilə alır və onu müsəlmanlar üçün vakf eləyir. Vakf bilirsiniz də nədir? İllər boyu heç bir xəlifə, istər Əməvilər olsun, Abbasilər olsun, Osmanlılar olsun, heç biri cürət edib o yeri özəlləşdirmir. O yer indiyə qədər Osmanın adındadır. O yerdə geçsəz görəcəksiniz, yazılıb ki, Osmanın vakfı, Osmanın aldığı yerdir. Əsas maraqlı yeri nədir? Bunu 10 il bundan mənə qabaq bir nəfər danışanda kövrəldim, olduqca təsir elədi mənə. Deyir, həmən yerdə müəyyən dükanlar, binalar və s. bunlar da hamısı o yerdə işlədiklərinə görə icarə haqqı ödəyir. O icarə haqqılarının hamısı Racihi bankında yığılır Osmanın adına. Və hər hansı bir kasıba yardım olanda çekin üstünə yazılır ki, Osman ibn Affandan filan kəsə yardım, sədəqə. 15 əsr keçib, subhanallah. Gör adam neyiniyib, Allah izası üçün necə? Həqiqətən də cənnətlikdir də o, elə deyil? Cənnətlikdir o əməlinə görə.